Dostlar, hər birinizi salamlayıram. Bilirsiniz ki, Doktor Nemo kanalında aciz olaraq virusların törətdiyi hepatit xəstəliyi haqqında məlumatlar verdik, A və B haqqında məlumat vermişik, suallara cavab vermişik. Hal-hazırda isə növbə hepatit C xəstəliyi haqqındadır. Onu bildirim ki, hepatit C xəstəliyini törədən Flaviviridae ailəsinə mənsub olan viruslardır. Yəni, onu törədicisi viruslardır, bakterial deyirlər və həmin viruslar hepatit C xəstəliyi törədirlər. Bu xəstəliyə yoluxma yolları müxtəlif olsa da, əsasən qan vasitəsilə yoluxurlar və bu xəstəliyin, bu virusun törətdiyi xəstəliyin ən təhlükəli tərəfi də məhz uzun illər simptom verməməsidir. Bir çox insanlarda simptomları göstərmir, yəni asimptomatik olaraq davam edir. Bu da təhlükəlidir ona görə ki, illərlə simptom vermədiyinə görə qaraciyərdə dəyişikliklər gedir və xəstə bundan xəbər tutmur və yaxud da çox gec xəbər tutur. Gec xəbər tutduqda da artıq bir qədər müalicəni daha dərin formada həyata keçirmək lazım olur. Tədbir olaraq da onu deyim ki, əgər risk faktoru varsa ki, hepatit C-yə yoluxmadan, ümumiyyətlə hepatitə B-yə və C-yə yoluxma təhlükəsi hiss olunubsa, mütləq skrining testlərdən, analizlərdən keçmək lazımdır ki, qabaqcadan xəbər tutasınız və ziyanın yarısından dönmək belə faydalıdır. Hepatit C haqqında uzun məlumat vermişik və bu uzun məlumatı Doktor Nemo YouTube kanalından qaraciyər xəstəlikləri hepatit C adlı videodan izləməyi tövsiyə edirəm. Əgər kanala abunə deyilsinizsə, abunə olun, fikirlərinizi bildirin, like qoyun və bu kiçik bir dəstəyiniz kanalımızın böyüməsinə olduqca böyük bir töhfə vermiş olar. İndi isə təşəkkür edirəm.